Salam əziz izləyicilər. 17 may 2026-cı ildə OTK-nın blok fənləri üzrə keçirdiyi sınaq imtahanı suallarının izahlarına baxaq. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayaq. Demə baxıram, sinif 11. Demə birinci sualda bizdə nə deyir? Bir dəqiqə. D silsilə fərqi D olan AN ədədi silsiləsində A8 bərabərdir 11'ə, A23 bərabər 56 deyil olarsa, D vurulsun, A1'i tapın. Baxın, bizə fərqli hədlər veriləndə D-ni necə taparam? D bərabər AN çıx AK böl N minus K düsturundan tapa bilərəm. Yəni, məsələ A23 çıx A8 bölünsün indeksə uyğun 23 çıx 8. A23 56'ya bərabərdir. A8 11'ə bərabərdir. 23'dən 8 çıxanda qaldı 15. 56'dan 11 çıxanda 45 bölü 15 oldu 3. Baxın, D-ni tapdım 3. İndi baxın, əlimizdə A8 var və A23 var. Buradan A1'i necə taparam? A1 bərabər A8'ə görə gedirəm. İndekslərin fərqi neyinir? -7. Ona görə yazıram -7 D. A8 demək A8 11'dir. Çıxılsın 7'nin 3'ə vurdum 21. O da olur nə? -10. Bizdən D vurulsun. A1 istəyirdi. D 3'dür. A1 -10'dur. Buranda -30. Yəni A variantı. Demək növbəti baxıram. İkinci suala. 2'də deyir AB 38 və şəkildəki üçbucaqların hər biri bərabər tərəfli üçbucaq olarsa, onların perimetrini tapın. Demək, baxın, bizdə belə bir üçbucaq var burada. Biri belə. Baxın, biri belə. Digəri də belə olsun. Demək, bura A. Bura B. Baxın, bizə deyir ki, şəkildəki üçbucaqların hər biri bərabər tərəfli üçbucaq olarsa, onların perimetrlər cəmini tapın. Bu bərabər tərəfli üçbucaq olsun, tərəfləri AA. Yəni, hər bir bir-birinə bərabər deyil də, fərqli üçbucaqdır, amma bərabər tərəflidir. Bu olsun, hər tərəfi B. Bunun da hər tərəfi nə olsun? C olsun. Bizə şərtdə AB-nin uzunluğunu 38 olduğunu deyir. Demək, A üstəgəl, B üstəgəl, C bərabərdir 38'ə. İndi bunun perimetri P1, bu P2, bu P3 olsun. Bizə ümumi perimetrlərin cəmi istəyir. Ümumi perimetrlər cəmi bərabərdir. P1 üstəgəl, P2 üstəgəl, P3'ə. Baxın, P1 nəyə bərabərdir? 3A'ya. Digəri 3B'yə. Digəri 3C'yə. Buradan 3 ortaq çıxartsaq, alınar belə. A üstəgəl, B üstəgəl, C 38 olduğunu bilirəm. 3'ü vururam 38'ə. Demək 4, 114. Ümumi perimetri nə oldu? Perimetrlər cəmi 114 olmuş oldu. Növbəti baxıram. 3-cü sual. Demək 3'də verilib x kvadrat çıx 9. Onu yazıram x minus 3. X plus 3. Üstəgəl x plus 1'in kvadratı. Məxrəcdə x çıx 7. Kiçik bərabər 0. Demək, bunu nə edirik? İntervala üsulunu həll edək. Demək, köklər -3, müsbət 3, -1, bir də 7. Demək, burada olsun. Baxın, -1, bu da bərabərdir deyə. -1 sürətin kökü deyə daxildir. 2 dolu götürürəm, -1. Sürətin kökü -3 daxildir deyə dolu götürdüm. Sürətin kökü 3 təbii ki, -1'in sağındadır və daxildir. Dolu götürürəm. 7 məxrəcin köküdür. Məxrəc 0 ola bilməz deyə boş götürürük. Və buradan artıq yəni işarəni təyin edək.
Bu kvadratdır. Burada nəsə nəzərə almağa ehtiyac var. Onsuz həmişə müsbətdir. Baxın, mənfi üçün solunda mənfi 4 versəm. Mənfi, mənfi, bu da mənfi. 3 dənə mənfi bizə mənfi eləyəcək. Mənfi 3 ilə mənfi 1 arasında mənfi 2 verərəm. Mənfi, müsbət, mənfi, böləndə müsbət. Mənfi 1 ilə 3 arasında qiymət versək, məsələn 2 versək, mənfi, müsbət, mənfi, yenə müsbət. 4 versəm, müsbət, mənfi olur, mənfi. 8 versəm, hamısı oldu nə? Müsbət. Baxın, bizdən sıfırdan kiçik istəyir orada. Demək, mənfi aralıq hardandır? Mənfi sonsuzluqdan mənfi 3-ə və daxildir. Birləşmə. Baxın, 3-dən 7-yə. Demək, 3-dən 7-yə. 3 də daxildir, 7 daxil deyil. Başqa var mı? Yoxdur. Burada fikir verirəm ki, mənfi 1 sürətin köküdür deyə o da daxildir. Burada mənfi 1 yerləşmir, amma biz ona ayrıca qeyd eləməliyik. Çünki o da bərabərsinin həllidir. Cavab olur mənfi sonsuzluq, mənfi 3, 3, 7, bir də mənfi 1. Yəni D variantı. Demək, növbəti baxıram 4-ə. 4-də deyir, AB parçasında kəsilməz olan fx funksiyasının törəməsinin qrafikini əsasən. Qəşəng. Baxın, bu törəmənin qrafikidir. Yəni bizə verilən qrafik, əslində burada üzərində qeyd eləməlidir bunu. Belə qeyd eləməlidir qrafik üzərində. AB parçasında kəsilməz olan fx funksiyasının törəməsinin qrafikinə əsasən onun böhran nöqtələrinin sayını tapın. Demək, fikir verin. Bu törəmənin qrafikidirsə, böhran nöqtə nə deməkdir? Böhran nöqtə törəməsini, baxın, törəməni sıfıra çevirən və sıfıra çevirə bilməyən qiymətlərdir, yəni böhran nöqtə. İndi törəmə harda sıfıra çevrilir? X-i kəsəndə, bax 1, fikir verin 1, 2, burada B də daxildir 3. Bunun, baxın, 3 dənə nəyi var? Böhran nöqtəsi var. Yəni cavab nə olur? E olur. Növbət baxıram 5-ə. Demək, 5-ci sualda bizə deyir ki, 1 üstəgəl tangens alfa bölünsün 1 plus kotangens alfa. Məsələn, bu nəyə bərabər olduğunu bilmirik. Tutam ki, tüstü yaddan çıxıb. Əslində, tüstüyə bərabərdir. Tüstü yaddan çıxıbsa, yazıram 1 üstəgəl tangens, yeni yazıram sinus alfa bölü kosinus alfa. Bunu yerine yazıram 1 plus kosinus alfa böl sinus alfa. Baxın, sürəti və məxrəci buranı orta məxrəcə gətirim. Buranı orta məxrəcə gətirəndə sürət olur kosinus alfa üstəgəl sinus alfa bölünsün kosinus alfa. Məxrəci də orta məxrəcə gətirsəm sinus alfa üstəgəl kosinus alfa bölünsün sinus alfa. Sürətlə, baxın, bu sürət ixtisar gedər. Bu, elə bir ki, məxrəcdə qaldı, belə qalır da. 1 böl kosinus alfa, 1 böl sinus alfa. Sinus alfa burada tərsinə olaraq sürətə gedir. Digər məxrəcə düşür. Sinus alfa böl kosinus alfa eyniliyə görə də bərabər nəyə? Tangens alfaya. Cavab olur C variantı. Yəni, bunu əzbərləməkdənsə bu şəkildə yadda saxlamaq daha rahat. Növbət baxıram 6-cı sual. Demək, 3 vurulsun x üstəgəl 1 vur x minus 9. Baxın, bizə ifadəsinin ən kiçik qiymətini tap deyir. Bunu vurub açıb da gedə bilərəm. Baxın, törəməni alıb, törəməsini sıfır eləyən qiymət nədirsə gətirib ifadə yerinə yazaram, ən kiçik qiymət taparam. Çünki artıq biz 11-lik törəmə bilirik, ondan yaza bilərik. İndi burada baxın, vurub açıram, x kvadrat çıx 9x üstəgəl x çıx 9. Bu da olsun 3x kvadrat. Bu olur mənfi 8. 3'ə vurdum mənfi 24x çıx 27. Baxın, ifadəmiz budur. Buradan gedib n-i də tapa bilərəm. A müsbətsə bizim tapdığımız ifadənin ən kiçik qiyməti nə olur? N olur. Və yaxud da törəmə alaram, 0-a bərabər eləyərəm. Törəmə nə yazaq? 11-likdə. Və törəməni 0 eləyən qiymət. Demək, 6x çıx 24 bərabər 0-a.
6x bərabər 24-ə, x bərabər 4-ə. Demək, x-in 4 qiymətindən bunun ən kiçik qiyməti var. Aparam, x-ə 4 yazıram. 4-ün kvadratı 16, 3-ə vurdum 48, çıxılsın 96, çıx 27. 48-dən 96 çıxdım. Qaldı mənfi 48, mənfi 48, mənfi 27. O da olur mənfi 75 mi olur? Ən kiçik mənfi 75 D variantı. Baxın, E ilə də geçsən, eyni cavab almalıyıq təbii ki. E ilə yazıram. 4AC. A'sı 3, C'si mənfi 27. 4'ü vurdum 27'ye. Demək 108, onu da 3'e vurdum. Mənfi 324. Çıxılsın B kvadrat. Mənfi 24'ün kvadratı olur 576. Bölünsün 4'a. 3'ü vur 4'a 12. Demək bu olur 0. 9 olur deyəsən. 9 da mənfi 12'ye böləndə yəqin 75 düşər də mənfi. Yəni, baxın, bu şəkildə də yaza bilərsiniz. Bunu siz onsuz da köhnədən bilirsiniz. Artıq 11'lik deyə törəməklə də işləməyi bilməliyik. Sonra baxıram 7'yə. Demək 9'da 4A üstəgəl 1 bərabərdir 5A bölünsün 12 tənliyini həll edin. Sağda bir tənlik. Baxın, sağ sola nəyə vururam? 9 ilə 12'nin əkobu neçəyə? 36'ya. Buranı 36'ya vursam ixtisar gedir 4 qalır. Onu da sürətə vursam olur 16A üstəgəl. 1'i vururam 36'ya 36. Buranı vururam 36'ya ixtisar gedir 3. 5A'ya vurdum 15A. Buradan 16A çıx 15A bərabər mənfi 36. A bərabərdir mənfi 36'ya. Yəni E variantı. Demək növbəti baxıram 7'yə. Baxdıq 8'ə baxırıq. D ABC paralelogramında bir dənə paralelogram çəkirəm. Bu A, bu B, C, D. Baxın, bu buradan diagonal, bu da buradan. D ABC paralelogramda BC bərabər 2AB'yə. AB'yə bir x yazsaq, BC olsun 2x. ABC'de 60 verib. BD 20'dir. AC diagonal istəyir. Baxın, perimetr 2 vurulsun x plus 2x bərabər nəyə? 60'a. Burada demək 3 2'ye vurdum. 6x bərabər 60, x bərabər 10. Tərəfin biri 10, tərəfin biri 20. Bizə digər diagonal istəyir. Paralelogramda diagonalların tərəflə əlaqəli düsturuna görə yerinə yazsam, demək D1'in kvadratı üstəgəl D2 20'dir, kvadrat 400 bərabər 2 vurulsun. Onun kvadratı 100, 20'nin kvadratı 400. Buradan da olur D1 kvadrat. Demək 100 ilə 400 eləyir 500, 2'ye vurdum 1000. Çıxılsın 400. Bu da eləyir 600. Buradan da D1'in bərabərdir kökdə 600'ə. 600 nə yazaram? 100 vur 6 yazaram. 100'dən çıxdı 10, 6 qaldı kök altda. Oldu 10 kök 6 A variantı. Demək növbəti baxıram 9-cu sual. Demək 9'da integral verib 4'dən 5'ə. Sürət 6dx. Məxrəc x kvadrat çıx 6x üstəgəl 9 bərabərdir. İlk olaraq məxrəci yazaram. X çıx 3'ün kvadratı. Sürətdə 6dx. Demək 6 ədəd olduğuna görə çıxdı qarşıya. Baxın 4'dən 5'ə x minus 3'ün kvadratı məxrəcdədir. Bunu yazaram baxın bu şəkildə. Düzdürmü? İndi fikir verin. İntegral xassəsi nə idi? Qüvvətin üzərinə 1 gəlirəm. Oldu mənfi 1. Və aldığımı yazdım məxrəcdə. Bir də düşünürəm ki,
X minus 3'ün törəməsi bizə 1 verir. Bir də qarşıya tərsi nəyəsə vurmağa ehtiyac yoxdur. Cavab olacaq belə. Buradan da demək olur nə? Mənfi 1'i 6'ya vursam olur mənfi 6. X minus 3 üstü mənfi 1 nə deməkdir? Bu deməkdir də bu da. Baxın, elə bir mən bunu hesablamalıyam. Burada olur mənfi 6 bölünsün x minus 3. X'a 5 verirəm. 5'dən 3 çıxıram 2. Çıxılsın mörtəzədə. Mənfi 6 bölünsün x minus 3. 4 yazsam 1. Bu olur mənfi 3 üstəgəl 6. Cavab 3. B variantı. Növbəti baxıram. Demək 10-cu sual. Oturacağın tərəfi 3 kök 3, yan tili 5 olan düzgün 3 bucaqlı piramidanın hündürlüyünü tapın. Demək bu olsun bizdə demək düzgün 3 bucaqlı piramida. Oturan tərəfi 3 kök 3. Yəni bərabər tərəfi 3 bucaqda oturacaq. Yan til 5. Bizə piramidanın hündürlüyünü istəyir. Baxın, piramidanın hündürlüyü çəkirəm buradan. Burada piramidanın hündürlüyüdür. Baxın, piramidanın hündürlüyünü tapmaq istəyirəmsə, demək bizdə baxın yan til veribsə, bunu çəkirəm təpəyə. Artıq bizdə baxın bu çəkilən demişəm ki, təpəyə gedirsə, xarici çəkimi çevirən radiusudur. Tərəfə çəkilsəydi, məsələn, tərəfə belə. Onda bu daxili çəkimi çevirən radiusu olardı. Burada 90. Baxın biz bu düz bucaqlı 3 bucaqdan gedib belə bir ki, Pifagora görə hündürlüyü tapacağım. İndi fikir ver. Burada gördüyümüz baxın bura bərabər tərəfli 3 bucağın xaricinə çəkimi çevirən radiusudur. Bərabər tərəfli 3 bucağın xaricinə çəkimi çevirən radiusu A böl kök 3. A bizdə 3 kök 3'dür. Böldüm kök 3'ə. Kök 3'lər gedir. Qaldı 3. Demək bizim baxın. Buranı da silim qarışmasın. Bizim bu radius neçə oldu? 3 oldu. Pifagora görə h kvadrat bərabər 5'in kvadratı 25 çıx. 3'ün kvadratı 9. 16 h olur 4. Bizə də piramidanın hündürlüyü soruşur. 4 A variantı. Baxıram 11'ə. Demək 2 i üstü 30 yox 25. Demək üstəgəl 8 i üstü 28. Demək kompleks ədədlərdə baxın bu standart deyil. Yəni i'nin qüvvəti ya i varsa ya 1 olmalıdır ya da bir ədəd olmalıdır. Ona görə nə etməliyəm? i'nin qüvvətini bölürəm 4'ə. 25'i 4'ə böl. Qalır 1. Demək bu elə 2 üstü 2 vur i üstü 1 deməkdir. Çıxılsın. 26'nı 4'ə bölürəm. Qalır 2. Bu elə 5 vur i kvadrat deməkdir. Üstəgəl 27'ni bölürəm 4'ə. Qalır 3. 4 i kubu deməkdir. 28'i 4'ə bölürəm. Qalır 0. Bu da bu deməkdir. İndi qulaq asın. Biz bilirik ki i kvadrat mənfi 1 deməkdir. I kubu mənfi i deməkdir. Niyə? Çünki yazaram i kvadrat vur i kubunu. I kvadrat mənfi 1'dir. i'yə vurdum mənfi i eləyir. Baxın i üstü 4'də elə 0 deməkdir. 0 nə idi? Başlayayım 1 deməkdir. Niyə? Çünki bu i kvadratının kvadrat deməli i kvadrat mənfi 1'dir. 1'in də kvadratı 1. Bax belə. Yəni ona görə 4'ə bu tam bölündüyünə görə i üstü 0 yazmışam. Elə bu qalıq yazıram da. Sonuç yine 1 eləyir o. Bu oldu 2i. I kvadrat mənfi 1'dir. Mənfi 5'ə vurdum 5. I kubum mənfi i'dir. 4'ə vurdum mənfi 4i. Digəri də 8. Demək 5 ilə 8 13. 2i'dən də 4'ü çıxanda qaldı mənfi 2i. 13 çıxılsın 2i E variantı. Baxıram 12'yə. Baxın bizə bir qrafik verib. Qrafik x'i kəsən nöqtələr verdiyinə görə
Yazıca gəlsə deyirdim ki, baxın kvadrat funksiya baxın bu şəkildə verilə bilər. Baxın bu şəkildə verilə bilər. Və ya a vurulsun x çıx m kvadrat üstəgəl n. Bu şəkildə verilə bilər. Və hal-hazırda verilənə görə x-i kəsən nöqtələr verildiyinə görə demək köklərdir də. Demək ki, mənə işimə yarayan baxın bu tipdir. Mən bununla gedirəm. Y bərabər a vurulsun x çıx x1 x çıx x2. Demək bizim x-i kəsən nöqtələr köklərdir. Yəni funksiyanın qiymətini sıfıra çevirən qiymətdir. Ona görə onlar kökdür. Demək a vurulsun x1 mənfi 1'dir. Burada mənfi 1'i yazsam olacaq x plus 1. Digəri 5'dir. Oldu x çıx 5. Müəllim a-nı necə tapım? Müəllim qollar yuxarıda. A ilə ona müsbətdir də. A 1'dir. Bəlkə 2'dir. Bəlkə 1 tam üstə 1'dir. Hardan bilirsən? Bilmirsən axı neçədir? İndi a-nı necə təyin edirik? Burada y-i kəsən nöqtə verib. Funksiya y-i kəsilsə x-i 0'dır. A vurulsun. Baxın x-a 0 verirəm. Bu oldu 1. X-a 0 verirəm. Bu oldu mənfi 5. Bərabər y-də nəyə bərabərdir? Mənfi 2. Buradan da a bərabərdir. Mənfi 2 böl 5. 5'də 2. Yəni 0,4. Artıq bizim baxın. Funksiyanın son halı bu şəkildədir. A 0,4 müsbət vurulsun x çıx x üstəgəl 1 x çıx 5. Və budur cavab. Demək 0,4 vurulsun x plus 1 vur x minus 4. Tutalım ki, məsəl üçün deyirsən ki, müəllim, qrafik elə bu şəkildə verilib, amma cavabda mənə bu şəkildə verilib. Narahat olma, eyni qayda ilə yaz. Cavabda belə deyil. Bunu vurub açarsan, yenə o formaya düşəcək də. Fərqi nədir ki? Cavab nə oldu burada? A variantı mı oldu? Yox, A yox. Demək 0,4 vur x plus 1 çıx x minus 5 D variantı. Sonra gəldim nəyə? 13'ə. Funksiyanın deyir hansı artandır? Baxıram ki, burada üstü funksiyadır. Üstü funksiyadırsa biz bunu bilməliyik. Burada təbii ki a 0'dan böyükdür. A 1'dən böyük ola bilər. A 0-1 arasında ola bilər. Baxın, əsas 1'dən böyüksə funksiya artan olur. Əsas 0-1 arasındadırsa funksiya azalan olur. Bu bizim qaydamız. İndi baxın, görək ki, nə var burada. Demək, A variantında 2 kökdə 2 böl 3'dür. A'mız, yəni əsasımız. Görək o nə olacaq? Demək, bu olur kökdə 8 böl 3. Kök 8'dən nə çıxır? 2 tam neçə? Sonuc sürət məxrəcdən kiçikdir. Sürət məxrəcdən kiçikdirsə, baxın, bu şərt ödənir. Yəni 0-1 arasında iləşir. Bu oldu nə? Azalan. Amma bizə artan lazım. Gedirəm B-yə. 1 bölünsün kökdə 2 çıx 1. Baxın, kökdə 2'dən çıxır 1 tam neçə? 4 çıxanda, daha doğrusu 1 tam neçədən 1 çıxanda qalır 0 tam neçə. Məsələn, kökdə 2'dən çıxsın, tutalım ki 1/4. Ondan da 1 çıxanda qalır 0/4. İndi baxın, 1'i 0/4'ə böləndə 4'də 10 olur mu? Bu da nədir? Bu da 1'dən böyükdür də. Bu da 1'dən böyük oldu, ona görə B variantı. Bu oldu artan. Bu oldu artan. Bizə artan lazımdır. Cavab elə B variantıdır. Gedirəm digərinə. C-yə baxıram. Baxın, orada səni o karıxdırmasın. 3 mənfi x. Düzdür, əsas 1'dən böyükdür. Amma burada mənfi var. Biz bu şərt üçün x-i müsbət x üçün mən demişəm a 1'dən böyük olanda artandır. Amma səndə mənfi x-dir. İndi fikir versən, o mənfini mən bu şəkildə yaza bilərəm də yəqin ki. Gör nə baş verdi? 0-1'ə düşdü. Ona görə azalan. Sonra digər D-yə bax, 5'də 1. O da azalandır. E-də də kök 3'dən çıxır 1 tam neçə, 1 çıxanda düşür 0 tam neçə, o da azalandır. Yəni artan olur nə? B variantı. Növbəti baxıram 14'ə. Doğranı 20, oturacağın radiusu 12 olan konusun ox kəsinin sahəsi. Baxın, bu olsun bizdə bir konus.
Doğuran baxın burada 20. Konusun ox kəsir bilir ki, bərabər yanında üçbucaqdır. Oturacağın radiusu 12. Buna bir hündürlük çəkirəm. Baxın bu 12. Bizdən ox kəsirin sahəsi. Ox kəsirin sahəsi nədir? Bir üçbucaqdır. Bərabər yanında üçbucaqdır. İndi bu ox kəsirin sahəsini tapmaq üçün mənə nə lazım? Hündürlük lazım. Pifagora görə h kvadrat bərabər 20'nin kvadratı 400 çıxılsın 12'nin kvadratı 144. 256 h oldu nə? 16. İndi gedirəm üçbucağın sahəsinə. 2'də 1 vurulsun a. A bizdə bütöv nədir? 12, 12. Buradan burada da 24. Vurulsun hündürlük 16. Bu da qısa gedir. Burada qalır 8. 8 də 24'ə vururam. Olur 192 santimetr kvadrat. D variantı. Növbəti baxıram 15'ə. Düz xəttdən 8 cm məsafədə yerləşən nöqtədən bu düz xəttdə uzunluqları 10-17 2 mail çəkilmişdir. Maillərin oturacaqları arasındakı məsafənin böyük qiymətini tapın. İndi fikir verin. Bir düz xətt. Və düz xəttdən 8 cm məsafədə bir nöqtəmiz var, bir A nöqtəmiz var. Bu düz xəttdən uzunluqları 10-17 12 mail çəkilmişdir. Bunu biraz uzadım. Tutalım ki biri budur mailin. Biri də budur. Bu olsun 17. Bu olsun 10. Dev maillərin oturacaqlar arasındakı məsafənin böyük qiymətini tapın. Demək fikir verin. Burada da Pifagor teoreminə görə bura bir A yazaram, bura bir B yazsam. Pifagora görə A kvadrat bərabər 10'un kvadratı 100 çıx. 8'in kvadratı 64, 36. A olur 6. Digərinə görə B kvadrat bərabər 17'in kvadratı 289 çıxılsın. 8'in kvadratı 64, 225. B də bərabər də 15'ə. Buradan bir sual verirsiniz. Müəllim, bizə şərtdə ən böyük qiymət deyir. Yaxşı, ən kiçik desə nə verəcəyik? Baxın, hal-hazırda bu bizim ən böyük qiymətimizdir. Ən böyük biz nə vaxt olur? Maillər, bax fikir verin. Maillər əks istiqamət, baxın, maillər əks istiqamətə çəkiləndə oturacaq arasında məsafə ən böyük olur. Ən kiçik birisi nə vaxt olur? Bax, belə olsaydı. Baxın, bu bizim düz xəttimiz. Düz xətt üzərində 8 cm məsafədə olan bir nöqtə var, üzərində olmayan A nöqtəsi. Tutalım ki, mailin biri belə çəkilərdi. 17. Digər mail belə də çəkilə bilərdi də. Yəni, elə bir ki, bu düz xəttdən bir tərəfdə yerləşsə, bu onda ən kiçik olur. Fikir ver. Bura olsun B, bura olsun C. Bu da neçə demək? 17, bu da 10. Ən kiçik məsafə desəydi oturacaqlar arasında məsafə. Baxın, buranı soruşmuş olardı məndən. Bunları unutmayın. İndi belə olsa nə olacaqdı? Bura baxın 6 olurdu Pifagora görə. Böyük düz bucaqlı üçbucağa görə 289 çıx 64, 225. Baxın, bura bütöv 15 olurdu. Bura 9 düşürdü. Ən kiçik məsafə desəydi 9 deyərdim. İndi buna görə cavab bizə ən böyük istədiyinə görə bizdə BC ən böyük məsafə olardı 21. A variantı. 15'də bu şəkildə baxıram 16'ya. Baxın, A bərabərdir 2026. Çıxılsın kök altda 21. Çıx 8 kök 5. 8'i yazıram 4 vur 2 vur kök 5. Bunu niyə belə yazdım? Baxın, buranın hər hansı bir iki ədlinin kvadrat şəklində göstərməyə çalışıram. 2026'nı saxlayıram. Baxın, bunu gəlin sadələşdirək. Demək, bu iki misli düsturdandır. 4'ün kvadratı 16 ilə kök 5'in kvadratı 5 ilə toplayanda 21. Ödəndi mi? Ödəndi. Demək, bu 4 çıx kök 5'in kvadratıymış. Kök 5 çıx 4 də yaza bilərəm.
Burası da kvadrat kök itirändə modulda çıxır. Bir də o mənfi söhbətinə görə qarşı mənfi atmayaq. Elə bəri başdan böyükdən kiçiyə çıxsan həmişə. Başım bu olur 2026 çıxılsın 4 minus kök 5. Bu da 2026 çıx 4 üstə gəl kök 5. Bu da olur 2022 üstə gəl kök 5. Düzdürmü? Bəli. Yəni bu A ədədi baxın buna bərabərdir. İndi buradan bizə nə istəyir? Kəsr hissə istəyir. Baxın, normalda mən belə bir şey deyim. Buradan da gedə bilərəm. Baxın, kəsr hissə istəyirsə, həmişə burada olan tam ədədi, yəni tulla getsin, eğitiyə çox doğru. Çünki onsuz da axırda eyni şey alasın. Bax, qoy elə də belə izləyim, sonra da o qaydamı deyim sənə. Bax, fikir ver. 2022 üstə gəl kök 5. Bax, bunun tam hissəsi nədir? Kök 5-dən çıxır 2 tam neçə? Üstünə 2022 gələndə olur 2024 tam, onda 3 olsun məsəl üçün. Bunun tam hissəsi nədir? 2024, düzdürmü? Baxın, bizə verilən ədəd bizdə belədir. Bax, verilən ədəd budur. Yəni, şərt elə bir ki, buna bərabərdir də. Şərtdən çıxıram tam hissəni. Bu da olur kök 5 çıx 2. Baxın, kəsr hissə budur. Baxın, mən nə deyirəm? Deyirəm ki, belə veriləndə həmişə bu elə bir kök, bir də tam ədəd verəndə toplama çıxma fərqi yoxdur. Həmişə bu tamı tulla getsin. Bax, burada elə bir tamı tulluyuram. Elə bir ki, tam burada 2026 idi də bizdə verilən. Bax, bunu tulluyuram elə bir ki. Geriyə nə qalır? Geriyə qaldı mənfi 4 üstə gəl. Kök 5. Oradan vurub açdıq da. Bu da nə deməkdir? Kök 5 çıx 4. Təsəvvür elə ki, sənə verilən ədəd elə bir ki, budur. Bax, bunun kəsr hissəsini axtarsan. İndi bunun kəsr hissəsini tapmaq üçün bundan təqribi qiymət alım. Kök 5-dən çıxır 2 tam neçə? Məsələn, 2 onda 2-dir. 4 çıxanda düşür mənfi 1 tam neçə? 1 onda 8. İndi bunun tamı nədir? Mənfi 1 onda 8-in tamı nədir? Mənfi 2. Verilən ədəddən kök 5 çıx 4-dən çıxıram tam hissəni. Yəni nəyi? Mənfi 2-ni. Kök 5 çıx 4 üstə gəl 2. Bu da olur kök 5 çıx 2. İşte kök 5 çıx 2 aldım mı? Aldım. Yəni gördünüz mü? Yəni ona görə həmişə belə tamları tullayıb birbaşa kəsirsən, tapa bilərsən digərinə görə. Cavab oldu nə? C variantı. Baxıram 17-yə. Orada fikir versək, birinci yazım mən. Loqaritma 1 onda 5 əsasdan x minus 5 üstə gəl. Loqaritma 1 onda 5 əsasdan x çıx 3 kiçik bərabərdir. Loqaritma 1 onda 5 əsasdan 8. İndi qulaq as. İlk olaraq mən şərtimi qoymalıyam ki, x minus 5 sıfırdan böyük olmalıdır. X minus 3 sıfırdan böyük olmalıdır. Bu belə. Ondan sonra artıq əsaslarım eynidir deyə bunları vura bilərik. X minus 5'i vururam x minus 3'e. Kiçik bərabərdir loqaritma 1 onda 5 əsasdan 8. Loqaritmik bərabərsizliyə görə demişik ki, əsaslar bərabər və 1-dən böyükdürsə işarə olduğu kimi qalır. Əgər burası 0-1 arasında olsaydı, işarə əksinə dəyişəcəkdi. Bunu aşağı alım. Demək, burada əsasların bərabər və 1-dən böyük olduğuna görə işarəmiz olduğu kimi qaldı. Yəni, loqaritma 6 ifadə. Kiçik olan kiçik. Burada da artıq vurub açsam x kvadrat çıx 3x çıx 5x üstə gəl 15 çıx 8 kiçik bərabər 0. Və bərabərliyi həll edək. X kvadrat çıx 8x üstə gəl 7 kiçik bərabər 0. Kvadratın əmsalı müsbətdir və kvadrat ifadə 0-dan kiçiksə həllə çoxu harda eləşir? Köklərin arasında. Yəni ki, toplayanda 8 vuranda 7 nədir? 1 ilə 7 deyil. Bizim bərabərsizliyin həlli 1-7 parçasıdır. Biz bundan bunlar hara getdi?
Dəqiqə bunlar gizləniblər. Demək bu nə idi? X kvadrat çıx 8x üstəgə 7 küçük bərabər 0. Bunun oxşam həllər çoxluğu nə idi? 1, 7 parçası. Baxın, mən bundan bunların kəşfməsini tapmalıyam ki, bizə verilən şərt hamısı nə olmalıdır? Ödənməlidir. Demək, burada x 5-dən böyük, x 3-dən böyük. Demək, ədəd oxunda 1-dən 7-yə. Sonra 5-dən müsbədə, bir də 3-dən müsbədə. 3-ün də kəşfməsi nə oldu? 5 7 oldu mu? 5 daxil deyil, 7 daxildir. Cavab A variantı. Növbəti baxıram 18-ə. Demək, bizə düzbucaqlı paralelipeddə AC və DD1 çarpı düz xətti arasında bucağı istəyir. Bax, qulaq as mənə. Sənə AC ilə, baxın, AC ilə, baxın, bundan DD1, baxın, bunun arasındakı bucağı istəyir. İndi qulaq as. Mən, baxın, bu, elə bir ki, bizdə bu fəzada, məsələn, bu düz xət, hansı düz xətdə paraleldir burada? Baxın, bura paraleldir, düzdür mü? Bax ki, bu düz xət, baxın, bu düz xətdə paraleldir. Burada problem var. Sonra, eyni şəkildə, baxın, DD1, bax ki, ver, DD1, A1 A'ya, B1 B'yə, C1 C'yə paraleldir mi? Bəli. Demək, mən DD1 düz xəttinin AC düz xətti ilə arasında bucağı tapanda ya da bunu heç paralel keçirmə. AC-ni saxla. Baxın, mənə elə bir ki, normalda bu düz xəttlə bu düz xətt arasındakı bucaq istəyir. Düzdür? Baxın, DD1-ə paralel nədir? A1. Bunu keçirirəm bura. İndi hal-hazırda A1 ilə AC arasındakı bucaq 90 deyil. Demək, fəzada DD1 ilə AC düz xətt arasında bucaqda nə olacaq? 90 olacaq. Yəni, cavab E variantı. Yəni, burada digər tərəfdən necə deyə bilərik? Baxın, AC elə bir ki, oturacaq müstəvisi üzərindədir də AC düz xətt, düzdürmü? Digər, baxın, bu şagirli düz xəttlər DD1, A1, onlar hamısı da oturacaq müstəvislər 90 dərəcə əmələ gətirir. Ona görə DD1-də AC ilə təbii ki, nədir? 90 dərəcə əmələ gətirir. Bu şəkildə də düşünə bilərsiniz. Sonra baxıram 19-a. Baxın, kökdə 3 sinus x çıx kosinus x bərabər 2. Deyil tənliyini həll edin. Burada nə edirəm bilirsiniz? Hər tərəfi 2-yə bölürəm. Baxın, 2-yə bölsəm, kök 3 bölü 2 sinus x çıx 2-də 1. Demək, 2-də 1 kosinus x bərabərdir 1-ə. İndi mən bunu, baxın, bunu ya sinus alfa çıx beta'ya gətirə bilərəm, ya da kosinus alfa plus beta'ya gətirə bilərəm. Bunu gətirəm nəyə? Sinus alfa çıx beta'ya gətirək. Baxın, yazıram ki, kök 3 bölü 2, elə bir ki, sinus, sinus, məsələn, alfa çıx beta'nın açışı nədir? Sinus alfa kosinus beta çıxılsın kosinus alfa sinus beta. İndi bu sinus alfadırsa, bu kosinus betadır. Kosinus kök 3 bölü 2 nə vaxt alır? 30'da. Demək, baxın, bu kosinus 30'dur. İndi kosinus alfa bu oldu. Onda bu sinus betadır. Onda bu da nə oldu? Sinus 30 oldu. Demək ki, bu nəyin açılışıymış? Bu gördüyünüz sinus x çıx 30'un açılışıymış. Bax ki, versən sinus x vur kosinus 30 çıxılsın kosinus x vur sinus 30.
Düzdürmü? Bəli. İndi dərəcədə nə var? X çıx 30 var. Bərabərdir. Sinus 1'i nə vaxt alır? Demək 90'da. Oldu pi bölü 2 üstəgəl 2 pi k. Buradan da təbii ki pi bölü 2 burada 90'dır. Nedələ pi bölü 2 saxlan. Buradan da x bərabər pi bölü 2 üstəgəl 30'u yazaram nə? Pi bölü 6. Üstəgəl 2 pi k. Buradan da x bərabər kök geçsə nə olacaq? 3'e vursam 4 pi bölü 6 mı olur? 4 pi bölü 6. Demək üstəgəl 2 pi k. Bu da 2 eksar gedər. 2 pi bölü 3 üstəgəl 2 pi k. 2 pi bölü 3 üstəgəl 2 pi k D variantı. Növbət baxıram 20'yə. Demək 20'də nə verib bizə? 7 vur 9 üstü. Nədir o? 9'lu mu? Burada yaxşı düşmüyor PDF-də. Bilmirəm ki. Mən buna görə yazıram. İnşallah ki düz görürəm. Elə olmasa da üzülürsən. Siz də artıq gedişatı ona görə yazarsınız. Rəylərdə qeyd eləyərsiniz. Zəhmət deyilsə. Demək onun 8 olduğunu düşündüm mən. Tam yaxşı görənmədim. Demək 7 vurursun. 9 yazıram 3'ün kvadratı üstü 8. 6 27'ni yazıram 3'ün kubu üstü 5. 81 yazıram 3 üstü 4 üstü 4. Demək sürət oldu 7 vur 3 üstü 16. 6 vur 3 üstü 15. Məxrəcdə 3 üstü 16. Sürətdən 3 üstü 15'i ortak çıxartsam. Burada qaldı 3 üstü 1. Yəni 3. 7'ye vurdum 21 üstəgəl 6. Məxrəcdə 3 üstü 16. Demək bununla bu getdi. Burada bir qaldı 3 üstü 1. 21'dən 6 oldu 27 böl 3 9. Məncə düz görmüşəm. Yəqin ki. 21'ə baxıram. Deyir emin hansı qiymət təyin edilsə həlli yoxdur. Həlli yox deyilsə x'in əmsalının nisbəti bərabər olmalıdır y'in əmsallarının nisbətinə və bərabər olmamalıdır 7 böl 14'ə. Burada çarpaz eləsəm mənfi 2m bərabərdir 18, m bərabərdir mənfi 9. M'in mənfi 9 qiymətində C variantı. Baxıram 22'yə. 17% 47 olan ədədin 68%'ni tapın. Demək 17% 47 olan ədəd nə deməkdir? Baxın 17% 47'dirsə ədədin 68%'ni tapın. 68% neçədir? Bilmirəm x. Birbaşa. X bərabər 68 vur 47 böl 17. Tak tak 4. 4'ü vururam 47'yə. Demək 8 168 yox 188 olur deyəsən. Yəni E variantı. Növbəti baxıram 23'ə. Deyir rəqəmlərindən bütün rəqəmlərin müxtəlif olan neçə 4 rəqəmli cüt ədəd düzəltmək olar. Demək rəqəmlərindən bütün rəqəmlərin müxtəlif olan neçə 4 rəqəmli. Baxın bizə nə lazım? 4 rəqəmli lazım. Düzdürmü? Düz. Özəl rəqəmləri müxtəlifdir. Cüt ədəd düzəltmək olar. Cüt ədəd olmaq üçün sonu nədir? Cüt olmalıdır. Cüt olanlar nədir? Baxaq. 2'dir, 4'dür, 6'dır. Neçə dənə əlimdə cüt var? 3 dənə. Bura 3 dənədən birini yaza bilərəm. Tutalım ki, buraya yazdım 2'ni. Bir neçə dənə ədəd qaldı? 1, 2, 3, 4, 5, 6 dənə. Cəmi 7'də 6 dənə ədəd qalıb. Biri buraya gedəndən sonra 6 ədəd qalıb. 6'sından birini buraya yaza bilərəm. 5'indən birini bura, 4'ündən birini bura. Bunun da hasili demək 30, 120, 360 ədəd. Demək növbəti baxıram 24'ə. AX üstəgəl BY 18 tənliyi ilə verilən, demək verilmiş düz xət abs oxunu mənfi 9 0'da, ordinat oxunu 0,6 nöqtələrində kəsir. 4 çıxı 2 ifadəsinin qiymətini tapın.
Demək, abs oxunu -9 sıfırda kəsilsə, x-a -9 verəndə y 0 olur. Baxın, belə deyil. Bir dəfə gedir x-i -9, y 0-da. Bir dəfə də ordinat oxunu 0,6-da kəsilmiş. Gedirəm x-a -9 verirəm, y 0 verirəm. Bir dəfə də x-a 0 verirəm, y 9 verirəm. Demək, x-a -9 versəm, aya vursam -9-a. Bu da y 0 versəm, bu getdi. 18 bərabər 0. -9-a bərabər 18, a bərabər -2. Bir dəfə də x-a 0 versəm, bu gedir. Y 6 olur. 6b çıx 18 bərabər 0. 6b bərabər 18, b bərabər 3. Buradan da mənə 4b çıx 2a ifadəsinin qiymətini tap deyir. B 3'dür. 4'a vurdum 12 çıxılsın 2a. A -2'de 2'ye vurdum -4 olur. Bu da olur 16. 12 üstə gəl 4, 16. Növbət baxıram 25'ə. Demək, 25'də bizdə nə istəyir? A natural ədədini 7'ye böldükdə, a-nı böldüm 7'ye, qalıqda deyil 4 alınır. Tamam, qisməti bilmirəm. Bizə daha doğrusu a deyil, n-dir o. Deyil 8n üstə gəl 19'u bərabər olan ədədi 7'ye böləndə nə alınır? Baxın, natavan qismət bilmirəm, k-dır. İstəyirsən burada k-ya 1 yaz. İstəyirsən 2 yaz, fərqi yoxdur. Onsuz da sonuç eyni olur. Məsələn, k-ya yazıram 1. Onda n nəyə bərabər? 7 vur 1, 7 üstə gəl 4 oldu 11'ə. Gəlirəm burada n yenə 11 yazıram. Demək, 8 vurdum 11'ə 88. Üstünə də 19 gəlsəm olur 107. Böl 7. 107'nin 7'ye bölünəcə və düşür. Demək, 37, 15, qalır 2. Məsələn, tam deyirsən ki, müəllim 2 yazsaq nə olacaqdı? 2 yazıram. Və burada natavan qismətdə məsələn 2 yaz. 7'ni 2'ye vur 14. Üstünə 4 gəl 18. İndi gələm n-ə 18 yazıram burada. 8'i vur 18'ə. Elədi 144. Üstə gəl 19. Böl 7. 144 ilə 19 neçə eləyir? Demək 3. 163. Bölünsün 7. 163'ü 7'ye bölündə demək düşür 1 dəfə. 7 demək 93. Daha sonra 2 dəfə. 2 dəfə demək 14. 23, o da 21 olmaq üçün 3 dəfə, qalıq yenə 2. Məsələn, yenə qalıq 2 gəlir onsuz da. Baxıram 26'ya. Demək, A vektoru verib bizə -3, 2. B vektoru verib bizə 4, 9. Skaler hasil bərabər x1, x2, -2 vur 4'ə. -12 üstə gəl 2 vur 9, 18. Bu da olur nə? 6. Baxıram 27'yə. Üçbucağın xaricdən çəkilmiş çevrənin radiusu R. Alfa bucağı qarşısına tərəf A olarsa uyğunluğu müəyyən edin. Demək, bizim bir dənə üçbucağımız var və bunun xaricdən bir çevrə çəkilib. Nəsə belə bir çevrə olsun. Burası alfadır. Qarşıdakı demək radiusu R, alfa bucağı qarşısına tərəf A'dır. Uyğunluğu deyil müəyyən edin.
İndi qulaq asın. Sinuslar teoremi necə idi? Mesela tərəf böl qarşıdakı elə bir tərəf və bölünsün həmin tərəfin qarşısında bucağın sinusu bərabərdir yenə tərəf böl qarşıdakı bucağın sinusu yenə bərabərdir tərəf böl qarşıda bucağın sinusu o da bərabərdir 2 yerə. Sinuslar teoreminin bir ikinci hissəsi nə idi? A böl sinus alfa bərabər olmalı nəyə? 2 yerə. Düzdürmü? Burada A nəyə bərabərdir? Saxlayaq bunu. Bu belə. İndi 1. 1-də mənə verib ki, A bərabərdir kökdə 2 r. Gətirəm burada A-nı yenə kökdə 2 r yazıram. Kökdə 2 r böl sinus alfa bərabər 2 r. Buradan r'lər gedər. Çarpaz eləsəm, görürəm ki, sinus alfa bərabərdir kökdə 2 böl 2. Onda alfa neçəymiş? 45. Demək 1'ə 45 B variantı. İndi 2'ye baxıram. 2'də də A-nı yenə kökdə 3 r yazıram. Böl sinus alfa bərabərdir 2 r. Buradan r'lər gedər. Çarpaz eləsəm sinus alfa bərabər kök 3 böl 2 olur. Bu neçədə alır? 60'da. 60 demək 2'ye C oldu. İndi 3'ə baxıram. Yenə A'nın yerine yazıram. 2r böl sinus alfa bərabərdir 2 r. Buradan bunlar gedər. Və sinus alfa bərabər 1 olur. Bu nə vaxt olur? 90 dərəcə olanda. Bu da 3'ə də A. Bir də burada indi baxıram ona. Burada 135 var. Variantda fikir verin E'yə. Sinus 135'də də kök 2 böl 2 alır axı. Elə 135 nədir? İkinci rübdür də. İkinci rübdə də sinus nədir? Müsbətdir. 1, 2 müsbət. Ona görə alfa 135 də buna uyğundur. Yəni 135 dərəcədə olsa olar. Elə bura 135 olsa bura 270 olur. Ola bilər. Bura 270 olsa geriyə nə qalır? 90, bunların cəmi 90 olmalıdır. 45 bəli ola bilər. 135 də ola bilər. Ona görə 2'yə daha doğrusu 2'yə yox 1'ə. Bu 1'ə aiddir dediyim. 1'ə. 1'ə B ilə E gedəcək. 1'ə B, E, 2'yə C, 3'ə. Sonra baxıram 28'ə. Deyir, qutuda eyni formalı 6 dənə qırmızı var. 5 yaşıl var. 4 mavi renkli karandaş var. Təsadüf olarak çıxarılan birinci karandaşın qırmızı veya mavi. İkinci karandaşın ise yaşıl renkli olması hadisəsinin ehtimalını tapın. İndi qulaq as. Görsən burada birinci, ikinci deyir. Burada birinci, ikinci deyirsə bu nədir? Burada bir azalma var. Elə bir daşı geri qaytarmamaq məsələsi. Yəni ardıcıllıq var. Ona görə burada nə qədər karandaşımız var? 11, 15 dənə. Baxın. 15 dənədən birinci karandaşın qırmızı ya 15'də 6'dır veya 15'də 4. Bu nədir? Birincinin ya qırmızı veya mavi deyil də, veya mavinin çıxma ehtimalıdır bu. Vurulsun. Bax yenə deyirəm. Bu birincinin kırmızı veya mavi. Yani bu veya ne göre ne de ihtimal toplanır. Birinci ya kırmızı çıkmalıdır veya mavi çıkmalıdır. Bu birincidir. Birinci bu hal baş verə bilər. İkinci karandaşın ise yaşıl. Artık bunlardan biri çıxdığı məlumdursa, bunlardan hər hansı biri çıxıbsa, demək bir dənə azaldı. Demək 15 dənədə biri azaldı. Qaldı nə qədər? 14 dənə. Artıq ikinci karandaşın yaşıl. Bu da oldu yaşıl. Bu belə. Bu olur 15'də 21. 21 nədir bağışlayın? 20, 10. Vur 14'də 5. 5'e gelir 3, 2. 2'ye gelir 7. Bu oldu 21'də 5.
Növbəti baxıram 29-a. 29'da da ABC üçbucağında AM tən bölən. Deməli, bir dənə bizim belə bir üçbucağımız var. AM tən bölən. AB 13. BC 14. Bura bir x yazsam bu olsun. 14 çıx x. Bütöv 14 da bura. Aha. AC 15. Bize AMC üçbucağının sahəsini istəyir. Baxın, bizə bunun sahəsini istəyir. Gəlin birinci biz x'i tapaq. Bax, fikir verin. Tən bölən qaydasına görə 13'ün 15'ə nisbəti, bunun buna nisbəti nə olmalıdır? Bərabər olmalıdır. 13 böl 15. Mən düz qoydum tərəfləri. AB 13, AC 15, BC 4, AM tən bölən. Aha. Demək, x böl 14 minus x-a. Buradan çarpaz eləsəm 15x bərabər. 13'ü vururam 14'ə. Demək, 140. 182 budur. Çıx 13x. 15 ilə 13 toplayanda 28x bərabər 182. X bərabərdir. Neçəyə? 4'ə vursam demək olur o 6 tam onda 5. Aha. Bu belə. Demək x oldu 6 tam onda 5. 14'ten çıxdım 6 tam onda 5'i. Demək bura nə qaldı? 7 tam onda 5 qaldı. İndi bizə AMC'nin sahəsini istəyir. Biz AMC'nin sahəsini necə tapa bilərik? Gedələm, tən bölən uzunluğunu taparam indi də. Tən bölən uzunluğu nə idi? Kök altda BC, yəni 15 vur 13. Çıxılsın MN, yəni 6 onda 5 vur 7 onda 5. Bərabərdir. Ya da gəlin bunun belə yox. Belə uzun getdi. Xoşum gəlmədi. Orada kök biraz problem yaradır mənə. Gəlin belə yazaq. Mənim olsa da AMC'nin sahəsini istəmir. Düzdürmü? Buna ehtiyac yoxdur. Bir ədədlər xoşum gəlmədi. Birinci biz ABC'nin sahəsini tapaq Heron'a görə. Heron'a görə yarım perimetr bərabərdir. 13 üstəgəl 14 üstəgəl 15 böl 2. Demək 27 15 42 2'ye böldüm 21. İndi gedirəm sahə. Kök altda P 21 vurulsun. 20'den 13 çıx 8. 21'den 14 çıx 7. 20'den 15 çıx 6. 21'i yazaram 3 vur 7. 8 qalsın yerində, 6 qalsın yerində 7. 2 dənə 7'dir, biri çıxdı. 3'ü 8'e vur 24, 6'ya vur 144, bu da 12, bu oldu 84. Düz oldu mu? Oldu. İndi baxın, bizim burada tən bölən olduğuna görə demək bura S1, bura S2 yazsam S1'in S2'ye nisbəti də 13'ün 15'e nisbəti kimi olmalıdır. Tən bölən xassəsinə görə sahələrdə S1 böl S2 bərabərdir 13 böl 15'e. Buradan deyirəm ki S1 13K'dır. S2 15K'dır. Düzdürmü? Bizə elə ki şərtdə S2'ni istəyir. AMC S2'də. İndi buradan gedirəm. Baxın, bunların cəmi S1 ilə S2'nin cəmi bütöv üçbucağın sahəsini vermir. Bəli, neçəni? 84'ü. Demək, S1 üstəgəl S2 mənə 84 verməlidir. 13K, 15K, 28K bərabərdir 84'e, K bərabərdir 3'e. Bizə nə lazım? Bizə S2 lazım. 15'i 3'e vurdum, oldu 45. 45 santimetr kvadrat 29'da. Bu da belə. İndi baxıram sonuncu sual isbata. Bakın ispatta bizde ne deyir?
Deyir ABC üçbucağının xaricinə çəkilmiş çevrənin mərkəzi ABC üçbucağının AC tərəfi üzərində. Deməli bir dənə bizim üçbucağı çevrəmiz və bunun xaricinə bir çevrə çəkilib. İndi baxın, mərkəz bu tərəfin üzərindədirsə, onda bu yarım çevrə olduğuna görə 180 olurmu? Düzdürmü? Bəli. Onda bura olur nə? 90. Demək bu neymiş? Düzbucaqlı üçbucağın xaricinə çəkilmiş çevrəymiş. Mərkəz hara düşür? Hipotenuzun ortasına. Hipotenuzun yarısıdır da radius. Bura qədər əla. Hətta bura A'dır, bura C'dir, bura B'dir. Buradan bildim ki, bu düzbucaqlı üçbucağın xaricinə çəkilmiş çevrəymiş. D nöqtəsi üçbucağın AB tərəfi üzərində olub. Burada bir D nöqtəsi var. CD parçası ACB'nin tən böləni olarsa. Aha, bura alfa, bura alfa. Bizdən ADC'nin, baxın buranın ADC, demək bucaq ADC bərabər 135 çıx bucaq A böl 2 olduğunu deyir, ispat edin. Eləyək. Yəni deyir ki, baxın bu bucaq buna bərabər olduğunu göstər. Yəni A'nın yarısını. Gəl biz A'ya bir beta yazaq. Gəlin belə edək. Bura elə alfa yazım. Dəqiqə. Bura olsun alfa məsəl üçün. Ya da 2 alfa yazım ona. Bura olsun 2 alfa. Baxın bura bütövlə qalır. 90 çıx 2 alfa qalırmı? Tən bölən olduğuna görə 90'ın yarısı 45. 2 alfanın yarısı alfa. Burada 45 çıx alfa. Düzdür? İndi mənə hara lazım? Baxın mənə bura lazım. Elə ki ADC'yə bir beta yazıram. Heç yazmıram. Demək, baxın, o bucaq ADC bərabər nə? 180 çıxılsın. Baxın bu ikisinin cəmi. 180 çıxılsın demək 45. Cəmi nə olur? 45 plus alfa mı olur? Bəli. Bax belə. Burada da çıxanda sağda isbatlı o. Bax belə. Bu da 135 çıx alfa. İndi sən A bucağın 2 alfa idi. Burada nə oldu? Alfa oldu. Nə oldu? Yarısı olmuş oldu da. Həqiqətən bax 135 çıxılsın. Alfa, baxın bunun yarısıdır. Yəni A bucağının yarısıdır orada alfa. Değerini gösterdik mi? Gösterdik. Bu da sənə ispat. Bu da sonuncu sualdır. Sağ olun. Hər birinizə uğurlar. İnşallah ki istədiyiniz nəticəni əldə edərsiniz.